Əziz dostlar, vaxt itirmədən qonağımızı salamlayaq. Fərid Musayev buradadır, kiber təhlükəsizlik üzrə mütəxəssis. Fərid bəy, ürəkdən salamlayırıq. Fərid bəy, xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Çox sağ olun. Necəsiz, günə hansı əhvalla başlamısınız, əvvəlcə bunu soruşaq? Hər şey zordur, hər şey yaxşıdır. Təşəkkür edirəm. Əsas sizin əməkdaşların qonaq elədiyi kofe yüksək səviyyədə. Xoşunuza gəldi əsasən. Bəli, çox sağ olun, təşəkkür edirəm. Fərid bəy, buyurun, mövzumuz, bəli, aktual mövzu. Və oradan da hal-hazırda belə deyək, bizim sahə üzrə ilk yerdə süni intellekt aktualdırsa, ikinci yerdə sırf bu cür şəxsi məlumatların qorunması, kiber təhlükəsizlik kimi məsələlər yer tutur. Ən əsas problemlərimizdən isə biri odur ki, əhali, istifadəçilər bu rəqəmsal gigiyena anlayışına ümumiyyətlə fikir vermirlər. Çox qəşəng anlayışdır əslində, rəqəmsal gigiyena. Təbii ki. Və nəticə itibarilə bu mövzu ilə müəyyən bir xəsarət, belə deyək də, və yaxud ki, maliyyə zərbəsi, məlumatların itkisi baş verdiyi halda anlayışı yaranır ki, mən nəyəsə səhv eləmişəm və yaxud ki, lazım olmayan bir yerdə şəxsi məlumatlarımı daxil eləyərək bugünkü gündə hansısa bir itki və yaxud da ki, maddi itki və yaxud da ki, məlumatların hansısa bilinməyən dələduzların əlinə keçmiş formada görülməsi kimi problem yaşayır. Əslində biz bayaq sujet gedən zaman bir balaca ünsiyyətdə olduq Fərid bəylə, söylədi ki, daha çox tələyə düşürük biz. Bəli. Bizi şirinlikləndirirlər. Bu necə baş verir Fərid bəy? Gəlin bunu biraz açaq, biraz danışaq. Düzdür, bu barədə çox danışılır, çox deyilir. Amma düşünürük ki, həmişə ehtiyac var. Əgər o tələyə düşənlər hələ də varsa, demək ki, bu haqda danışmağa da dəyər. Təbii ki. Məsələ əslində bundan ibarətdir ki, hal-hazırda bir çox xidmətlər, hansın ki, misal üçün 10 il öncə biz hansısa bir arayışı, hansısa bir sənədi gedib növbədə durub, hansısa bir dövlət və yaxud da ki, qeyri-dövlət instansiyasından götürürdüksə, hal-hazırda hər bir şey bir mobil cihazımızdadır və bu qədər rahatdır, bu qədər rəqəmsallaşıb qurumlar, dövlət, qeyri-dövlət. Lakin bunun əks tərəfi də var, hansın ki, belə deyək, istifadəçilər əhali görmür. Bu da sırf, belə deyək, dələduzluq faktorlarından ibarətdir. Və bugünkü gündə ən böyük problemlərimiz nədən ibarətdir? Şirinlikləndirici təkliflər və yaxud da ki, biz phishing hücumlar deyirik. Yəni, hansısa dövlət qurumunun, hansısa özəl strukturun logotipindən saytın oxşarını yaradırlar və yaxud da ki, poster hazırlayırlar və bunu başlayırlar tirajlamağa. Çox qəribədir ki, bəzən ayırt eləmək o qədər çətin olur ki, çox diqqətlə baxmalısınız ki, seçəsiniz onu orijinalını. Təbii ki. Və burada da əgər hər hansı bir tutalım, ən çox yayılan problemlərdə bankın adından istifadə olunub, yüksək qazanc təklif olunursa əhaliyə, ən azından həmin bankla əlaqə saxlayıb bunu dəqiqləşdirmək düşünürəm ki, olar. Amma çox təəssüf ki, bunu heç kim eləmir və rəqəmsallaşmanın da əsas prinsipi ondan ibarətdir ki, hal-hazırda bizim ən çox etdiyimiz xərclərin 70-80% sırf rəqəmsal formada olur. Biz kartımızın məlumatlarını daxil edirik, kartımızdan aydın olmayan bir formada pul silinir. Ondan sonra anlayırıq ki, biz tələyə düşmüşük. Və bu cür sorğular gün ərzində həddindən artıq çox gəlir. Nə qədər bizim əməkdaşlar, bu sahədə olan əməkdaşlar, vaxtaşırı, forumlar, master-klasslar və təlimlər keçməyimizdən asılı olmayaraq yenə də görürsünüz ki, gün ərzində baya bir çoxlu sorğular gəlir. Bəs məsələn, qeyd elədiyiniz kimi xüsusi bənzərliklərdən ziyadə, şirinlikləşdirmə məsələlərindən ziyadə biz yaxşı bilirik ki, belə bir hal var və mən nəyisə deməməliyəm. Şəxsi məlumatlarımı və kartımın məlumatlarını və s. Başqa hansısa bir metodlar olur ki, tək onlardan istifadə etməklə bu məsələ həll olunmur. Məsələn, link göndərilir, biraz əvvəl biz danışanda da demişdim, buyur sənin şəkillərin, bugün sənin videoların, tək məsələn kart məlumatları üzərindən getmir. Başqa digər, yəni şirinlikləşdirmə problemi olmasa belə, başqa nüanslara da toxunurlar. O zaman biz nəyi necə etməliyik? Yenə açıq gözə olmalıyıq, yoxsa hansı məqamlar var ki, onu da diqqətə alaq? Mütləq şəkildə ilk olaraq düşünürəm ki, hər hansı bir
formaya, hər hansı bir internet resursuna, dövlət və yaxud da qeyri-dövlət fərq eləmir, əyləncə, qeyri-əyləncə, siz şəxsi məlumatlarınızı daxil etdiyiniz halda, daha doğrusu istəyirsinizsə daxil etmək. Bunda mütləq şəkildə həmin resursun nə qədər doğru, nə qədər düzgün olduğunu özünüzdə bir vaxt ayırıb, vaxt deyəndə yəni ki 1 dəqiqə, 2 dəqiqə bunu araşdırmaq lazım, dəqiqləşdirmək lazım ki, bu doğrudan da sözü gedən quruma və yaxud da ki sözü gedən şirkətə aiddirmi yoxsa yox? Etibarlı mənbədirmi yoxsa yox? Təbii ki. Ondan sonra məgər bu doğrudan da yerini tapdığı halda, mənbə doğru olduğu halda, bu halda yenə də bu məlumatları daxil etmək olar. Amma sırf o formada hər hansı bir bilmədiyiniz, ilk dəfə və yaxud da ki tanımadığınız bir adamlardan, kontaktda olan kəslərdən sizə hər hansı bir link gəlirsə, hər hansı bir formanı doldur və qazancı əldə et və yaxud da ki sadəcə bu məlumatları bura qeyd elə, bu formada yanaşmaq qətiyyən olmaz. Və bir çox hallarda deməli bir nəfərin şəxsi hesabı sındırıldığı halda, dələduzlar tərəfindən ələ keçirildiyi halda, o həmin əlaqədə olan digər kontaktlara da bu adamdan məktub gedir və yaxud da ki email gedir. Və istənilən halda deyir ki, mən həmin adamı tanıyıram və zəncirvari bu formada məlumatların sızdırılması gedir. Bu sırf belə deyək, istifadəçilərə aid bir mövzudur. Yəni ki, istifadəçi öz şəxsən könüllü olaraq öz məlumatlarını verir. Hansısa bir dələduz platformasına. Digər məsələ isə, tutalım, böyük qurumlar, böyük şirkətlərdə, harada ki, müştərilərin bazaları var, məlumat bazası, bunların sındırılması. Bu, təbii ki, əgər müqayisədə götürsək, çox nadir hallarda baş verir. Olur belə şeylər. Hansısa böyük şirkəti, böyük bankın və yaxud da ki, əhali ilə işləyən hansısa bir dövlət qurumunun informasiya texnologiyaları sındırılır, bazalar ələ keçirir və buradan avtomatik olaraq məlumat sızğısı baş verir. Bu da çox təhlükəli vəziyyətdir əslində. Təhlükəlidir, amma düşünürəm ki, birinci proses hansında ki, istifadəçilər könüllü olaraq ya şenliklərlər, ya hansısa bir təklifə belə deyək, uyurlar və öz şəxsi məlumatlarını hamısına etibar edirlər, bilinməyən, mənbəsi olmayan bir sayta, dələduzluq platformasına. Daha sonra isə problemlər təbii ki, yaranır. Mali etkisi kimi, şəxsi məlumatların oğurlanması kimi və növbəti etaplarda həmin o məlumatlardan istifadə edib yeni bir profil yaradırlar bir çox hallarda. Və həmin profillə başlayırlar, yəni ki, həm maddi, həm mənəvi, həmin şəxslərə ziyan vurmağa. Ona görə düşünürəm ki, necə ki biz gündəlik olaraq hansısa bir xəbərlərə baxırıq, verilişlərə baxırıq, məlumat emal edirik də, gələn məlumatları. Bu formada da şəxsi gigiyenamıza, rəqəmsal gigiyenamıza belə deyək, mütləq şəkildə vaxt ayırıb, xəbərlərimi deyim, sizin veriliş kimi verilişlərə baxaq. Yəni ki, ən azından hər bir sahədə gündəlik yeniliklər olur. Necə ki, biz xəbərlərdən öyrənirik. Və ona görə düşünürəm ki, məlumatla işləyən, şəxsi məlumatla işləyən kəslər, yəni ki, düşünürəm ki, əhalinin əksəriyyəti gündəlik olaraq öz məlumatlarını emal edir. Nəsə alırlar, nəsə daxil edirlər, hardasa qeydiyyatdan keçirirlər. Bilirsiniz nəyə xatırladım Fərdi bəy? Mən elə bir vəziyyətə gəlib çatmışam ki, bu yaxınlarda bank əməkdaşı zəng eləyib və həqiqətən bank əməkdaşı. Mən məlumat vermək istəmirəm, deyir, ay xanım, mən sizin bankınızdadır, mən inanmıram. Mən necə inanım, etibar edeyim ki, siz də orada da bank əməkdaşısınız, yoxsa görün bizi hansı vəziyyətə gətirib çatdırıblar. Mənə çox maraqlıdır ki, bu dələduzlar seçə bilirlərmi kimi tələyə salsınlar, yoxsa bu mesajlar elə birbaşa hamıya göndərilir. Yoxsa burada zəif bənd seçilirmi? Bu mümkündürmü? Əslində qalanda bu məsələ, belə deyək də, daha da mükəmməl bir formaya gəlib çatıb. Necə? Yəni ki, bir qrup dələduzlar, tutalım, bir qrup istifadəçiləri artıq, belə deyək də, emal eləyiblər dırnaq arası. Hətta. Bəli. Və həmin o siyahını biz hakerlərin və yaxud da ki, bu dələduzların öz platformaları var, harada ki, bunlar informasiya mübadiləsi edirlər. Bir-birlərini ötürürlər, bəli. Bəli, ondan sonra yəni ki, bir formada emal olunan, işlənilən siyahı, istifadəçi siyahısı ötürülür
digərlərinə. Bəli. Yəni ki, ona görə bir çox hallarda yəqin ki, özünüz də görmüsünüz. Hal-hazırda sosial şəbəkələrdə də çox qarşımıza çıxır. Tutalım, hansı bir platformada, yatırım platformasıdır dırnaqarası. Siz burada itirdiyiniz vəsaiti yeni açılmış platformada bərpa eləyə bilərsiniz. İnsanlar bu haqda şəxsən reklam edirlər özlərini ki, itirmişsiniz, sizdən pul oğurluyurlar, gəlin biz geri qaytaraq. Ki, bu da dələduzluğun yeni bir növüdür. Bu da bu ikinci növ dələduzluqdur və məsələ bundan ibarətdir ki, yəni deyirəm, burada bu ilk dələduzluq planında istifadə olunan siyahı istifadəçiləri. İkinci dəfədə başqa cür istifadə olunur. Bəli. Amma yəni ki, onu da istənilən halda vəsait itirən kəs o vəsaiti istəyəcək vəsaitini bərpa edir. Və bunlar da yəni ki, orada da ikinci dələduzluq planında da belə bir şey var. Yəni ki, vəsaiti yazırsan hansını ki itirmisən, sənə deyirlər ki, bunun 20-30%-ni bizə indidən ödə. Ondan sonra mən... Biz bunun hamısını bərpa edirik. Təbii ki, orada da itirən yenə vətəndaş oldu, istifadəçi oldu. Burada da yeni qaydadır. Çox yaxşı psixologdular, deyərdim ki. İnsanların psixoloji tərəfini çox yaxşı bilirlər. Bəli, əsas faktor işləmə prinsipi sırf belə deyək də, kütlənin psixologiyasından sui-istifadə eləyərək, manipulyasiya eləyərək istənilən nəticəni almağa. Yəni ki, bu da böyük kütlə olduğu üçün istənilən halda yəni ki, qurban sayı da çox olur. Məsələ budur. Bəs bu şifrə seçmə məsələsi necə olmalıdır? Məsələn, bəsit şifrə seçirik, çox vaxt yadımızdan çıxır deyə daha bəsit şifrələr seçirik. Eyni rəqəmi seçirik məsələn və yaxud da əzəldən bilinən 1, 2, 3, 4, 5 şifrəsi var və ya çox qəribə şifrələr seçirik, sonra unuduruq. Ümumiyyətlə, şifrə seçimində xüsusi bir qayda varmı ki, bunu eləsək ən azından, təbii ki, öz yanaşmamızı, diqqətli olmamızı da daxil etməklə bu şifrəni, kodu seçərkən bu nüanslara diqqət eləsək, ən azından daha çox qorumuş olaraq məlumatlarımızı. Bilirsiniz, hal-hazırdakı tətbiqlər və yaxud da ki, resurslar, harada ki, siz daxil olursunuz da, yəni ki, avtorizasiya keçirsiniz. Burada əksəriyyətində hal-hazırda ikinci dərəcəli autentifikasiya deyirik də biz ki. Yəni ki, sizin bir şifrə ilə bir hesabı qorumaq mümkün deyil. İki tərəfli qorunma deyil. Bəli. Əgər bir şifrə verilirsə, mütləq şəkildə, yəni ki, keyboardda olan bütün kombinasiyaların, yəni ki, 8-12 rəqəmli simvollar, hərflər, böyük hərf, balaca hərf, bunlardan mütləq şəkildə istifadə etmək lazımdır. Maksimum çətinləşdirmə. Amma yenə də deyirəm, əsas məsələ ondan ibarətdir ki, burada siz yaratdığınız şifrəni həmin sayta oxşar phishing formatında klon bir tətbiqdə və yaxud da ki, saytda hansını ki, sizə göndərirlər ki, siz ora daxil eləməklə demək olar ki, avtomatik olaraq, könüllü olaraq o şifrəni verirsiniz. Necə baş verir bu? Biraz aşağı və hamı başa düşsün. Tutalım, belə deyək, internet banking, düzdür. Siz burada müəyyən bir şifrə qoyursunuz, yaradırsınız. 8, 9, 12 simvol, rəqəm, ölçülü. Günlərin bir günü, tutalım, hansısa bir sosial şəbəkədə həmin bankın adından, logotip və s. bununla bir təklif qarşınıza çıxır reklam xarakterli. Buna keçid eləyəndə həmin bankın rəsmi tətbiqinə oxşayan bir formada tətbiq açılır. Və sizdən xahiş olunur ki, zəhmət olmasa giriş edin. Bəli, giriş eləyin. Bəli, vay. Siz də mobil nömrə, indi internet bankinə çox vaxtı mobil nömrə ya da fin koddan, mobil nömrə və həmin şifrəni yazdığınız halda avtomatik bu sistem özü dələduzlara sizin məlumatlarınızı göndərir. Və bundan sonra da yəni ki, bilirsiniz, hal-hazırdakı olan məsələlər, mən bir problemi deyim sizə, artıq heç kim zəng eləyib bank əməkdaşı kimi sizdən kartın məlumatlarını istəməyəcək. Hal-hazırda bu yöndə, bu formada dələduzlar sizin mobil banka girişini təmin eləmək istəyir, sizə zəng eləyirlər, biometriya və yaxud da ki, hansı açar sözlə, siz onun öz cihazında sizin mobil bankın girişini aktivləşdirirsiniz. Hətta zəngə cavab vermək. Bəli. Aman Allah. Və ondan sonra da yəni ki, siz artıq paralel olaraq bank da elə bilir ki, siz yeni avadanlıqdan proqram təminatını yüklənmişsiniz və özünüz daxil olmuşsunuz.
Yəni biz sadəcə zəngə cavab verib danışdıqda artıq onlar daxil. Bəs O sizə bəli. Necə qorunuruq onda? Zəng gəlir, cavab Təbii ki, verir. gəlin belə deyək də, heç bir bank əməkdaşı, heç bir belə deyək də, sizə maliyyə xidməti göstərən qurumlara sizin şəxsi məlumatlarınız lazım deyil. Artıq onlarda var. Fikrim çatdı, yəni ki, bir bank əməkdaşı zəng edib sizdən hansısa məxfi sözü və yaxud da ki, tutalım, məxfi söz dediyimdə, yəni ki, hansısa bir kod sözü və yaxud da ki, kartın məlumatlarını, fin kodu filan, bunları sizdən istəməyəcək. Çünki sistemdə var bu. Burada da məsələ bundan ibarətdir. Yəni ki, bu hal-hazırda heç kim sizə kart məlumatlarını istəmir. Sizin telefonunuzda olan mobil aplikasiyanı öz avadanlıqlarında aktivləşdirib ona giriş eləmək istəyir. Ona da görə istər-istəməz siz ya biometriya aktivləşdirməlisiniz və yaxud da ki, hansı kodu yığırsınızsa tətbiq üzərində onu deyirsiniz. Bunlar ya da SMS, bir dəfəlik SMS çox vaxtı gəlir. Onu deyirsiniz telefonda, o da sizdəki olan proqram təminatını özündə aktivləşdirir. Və elə bir ki, sizin adınızdan girib öz bank. Rahatlıqla öz və salam. Ondan sonra, yəni ki, bu bir həftənin mövzusudur. Bir həftə bundan öncə şəxsən tanıdığım insan repetitordur və bu adam dərs keçdiyi yerdə bankdan zəng gəlib, dırnaq arası və bu adam öz biometriyasını təsdiqləyib, bu dediyini, və həmin adamın bank tətbiqinə daxil olaraq 3000 manata yaxın kredit çəkiblər. Kredit də çəkə bilirlər. Bəli, kredit çəkiblər və öz kartlarını transfer ediblər. Yəni şərt deyil ki, sizin kartınızda pul olsun, bu sadəcə deyib ki, siz zəhmət olmasa, biz sizə kod göndərik, onu təsdiqləyin öz aplikasiyanızda. Və sonradan belə deyək də, Fərid bəy, hüquq mühafizə orqanlarına şikayət eləyəndə də özünüz təsdiqləmişsiniz deyə orada bu necə aşkarlanır, necə tapılır? Çox böyük problemdir bu. Zaman alacaq, əsəbləriniz gedəcək bir... Əgər istifadəçi könüllü olaraq öz məlumatlarını dələduzlara verirsə, burada bank, digər maliyyə qurumu hansı ki, xidmət göstərir əhaliyə, rəqəmsal, qeyri-rəqəm. Buna cavabdeh ola bilməz. Amma bir bənd olmalı. Bunun üzərində çox böyük mübahisələr həddindən artıq çox olur və istənilən halda, yəni, əgər bank verdiyi məxfi məlumatı siz üçüncü şəxslərə könüllü olaraq ötürürsünüzsə, burada bankın bir öhdəliyi də yaranmır. Çox qəribə bir vəziyyətdə. Bəli. Yəni ki, çox bu məsələdə belə deyək də, iştirak eləmiş, vəziyyət çəkmiş və yaxud da ki, zərbə almış insanlar bankları suçluyur burada. Amma bank əməkdaşları da, yəni ki, bank özü də buna bir öhdəlik yarada bilməz ki, elə bir ki, mən əgər əmək haqqı kartımı sizə verirəm və PIN kodumu verirəmsə ki, zəhmət olmasa buradan pulunu ağlaşdır. Səhərsi gün o kartla hansısa bir əməliyyat aparıldığı halda mən necə banka suçlaya bilərəm burada? Bəlkə banklar daha da mürəkkəbləşdirməlidirlər. Onsuz da mürəkkəbləşmə baş verir. Sadəcə yenə deyirəm, burada istifadəçilərin də üzərinə müəyyən bir öhdəlik düşür. Məsuliyyətli olmaq lazımdır. Təbii ki də, məsuliyyətli olmalıdır və belə deyək də, daha diqqətli olmaq lazımdır. Rəqəmsal gigiyenaya mütləq şəkildə fikir vermək lazımdır və bunun üzərində ən azından vaxt aşırı bir özlərini məlumatlandırmalıdırlar. Süni intellektində o qədər inkişaf edib ki, insanların səsi ilə belə sizə bu dələduzluğu eləyə bilərlər. İnanarsınız ki, sizin hansısa dostunuzdur, tanışınızdır, yaxınınızdır. Burada yenə deyirəm, hal-hazırda gün ərzində bir çox sosial şəbəkələrdə bu dediyimiz şeylərdən çox istifadə edirlər. Və ən əsas da ki, hal-hazırda bu dələduzluq faktorları regional xarakter daşıyır. Yəni ki, mənim deməli, sosial şəbəkəmdə Azərbaycana aid olan bankın sədrlərini, idarə heyətinin sədrlərinin süni intellektlə hazırlanan videoları, videoları çıxır və müraciət edir və sizin üçün çox əlverişli şərait yaratmışıq. Dırnaq arası sadəcə bu linkə daxil olun, kart məlumatlarınızı yazın. Ki, qanunla bu qadağan da belə videoların hazırlanması insanların adından. Güc strukturları təbii ki, bundan mübarizə aparır və vaxt aşırı, yəni ki, biz görürük ki, dələduzlar və yaxud da ki, şəbəkə olaraq yəni ki, yaxalanırlar.
sadəcə yenə deyirəm, burada bir çox halda buna oxşar dələduzluqların əksəriyyəti xaricdən vüsət alır da, yəni ki, xaricdən idarə olunur. Məsələ budur. Bizdə də burada... Yəni onların aşkarlanması, tapılması, sonradan cəzalanması məsələsidir. Bəli. Bu istər-istəməz ölkələr arası bir prosesdir, aydın məsələdir. Burada isə bizdə bir çox halda, yəni ki, bu məsələdə iştirak edib və təbii ki, günahkar olan kəslər, biz bunlara drop deyirik. Yəni ki, bunları da bir növ psixoloji olaraq emal edirlər ki, siz öz adınıza kart açın, biz ora məbləğ yükləyəcəyik. Və o məbləğdə sırf qurban kəslərdən hansılar ki, öz vəsaitləri itirirlər. Bəli, bu üçüncü şəxslərə hansılar ki, öz kartlarını, öz şəxsi aldığı kartları, hansılar ki, bir pul müqabilində mən sizdən xahiş edirəm ki, bir debit kartı açın, mən sizə filan qədər pul verəcəm. O kartın məlumatlarını mənə verin. Sizin şəxsi adınızadır o kart və o karta da dələduzluq faktorundan gələn vəsaitlər toplanır. Vay. Nəticə etibarilə siz olursunuz cavabdeh şəxs, siz məsuliyyət daşıyırsınız, çünki sizin hesabınıza oğurlanmış vəsaitlər gəlir. Ay. Bəli. Bu cür problemlər həddindən artıq qabarıq şəkildə baş verir və bir çox halda təbii ki, bu şəbəkələr ifşa olunmalıdır ki, sırf kökü tapılsın. Sadəcə bir çox hallarda o kök də gedir hardasa bir xaricə və elə yerdə dayanır ki, artıq. Təbii ki, məsələ budur. Ona görə yəni ki, hansısa bir şirinləndirici, hansısa bir naməlum formada olan qazanc platforması və yaxud da ki, yatırım. Real görünməyən məsələlər var da. İnsan bir məntiqlə də düşünməlidir. Bu cür platformalarda dırnaq arası bizim çox təəssüf ki, vətəndaşlarımız itirirlər. Bəli, vəsaitlərini itirirlər, məlumatlarını itirirlər və nəticə etibarilə bir nəticə də çıxartmalar. Çox təəssüf ki, mən çünki şəxsən gördüyüm insanlarda bir neçə dəfə dələduzluğun qurbanı olmuş insanlar görürəm. Demək ki, biraz nəfsimizə hakim olmalı. Asan yolla pul qazanmaq hamı istəyir. Təbii kim istəməz ki, pulu çox olsun. İndi təsəvvür eləyin ki, mobil cihaz təzə çıxıb, bir dələduzluq növündə danışım. Və sizin deməli istifadəçi adımız var. Tutalım, Apple şirkətinə aid olan telefonlarda özünüz bilirsiniz ki, iCloud deyirik. Və deməli daxil olurlar sizin telefona. Həmin nəticəsi bizdən uzaq. iCloud-un məlumatlarını götürürlər. Özünüz icazə verirsiniz, hansısa bir yad proqram təminatına qoşulmağa. İcazəni verirsiniz, iCloud məlumatlarını götürdülər. Ondan sonra sizin telefonu avadanlığı belə bloklayırlar, itirilmiş kimi qeyd edirlər və sizə deyirlər ki, filan hesaba zəhmət olmasa bu qədər ya kriptovalyuta, ya da ki, xarici pul köçürmələrindən filan kəsin adına bilinməyən adamlarına pul köçürdün ki, biz sizin avadanlığınızı deaktiv eləyək. Bu cür şeylər də baş verir, ona görə yenə deyirəm. Biz bu qədərini bilmirdik. Əsas prinsip ondan ibarətdir ki, biraz belə deyək, anlayışlı olmaq lazımdır. Və heç bir halda, heç bir təklifə uymamaq, hansısa bir qurumun, hansısa bir dövlət strukturun adından və yaxud da ki, hansısa bir investisiya fondunun adından, yəni ki, hansısa bir poster gördüyünüzdə, hansısa bir təklif gördüyünüzdə ən azından bunu bir araşdırıb, ondan sonra istədiyiniz addımı ata bilərsiniz. Çünki əks halda çox gec olur. Fərbəy, çox sağ olun. Ümid edirik ki, heç kim üçün gec olmaz və daha ayıq-sayıq olarlar bu dediklərinizdən sonra. Təşəkkür edirik gəldiyiniz üçün. Siz sağ olun, təşəkkür ederim. Heç kim dələduzların, xüsusilə kiber dələduzların qurbanı olmasınlar. Bəli, təşəkkür edirik. Bir daha yeni məlumatlar da verdiniz bizə. Məsələn, bəzi nüanslar var ki, onlar bizim üçün də bugün yeni oldu. Ümid edirik ki, bütün tamaşaçılarımız bizi diqqətlə dinlədilər, izlədilər.